Ladies and gentlemen, after 3 rounds, we go to the judges' scorecards for decision. All 3 judges score this contest 30-27 for the winner by unanimous decision, Rafael I'm here with the winner, Rafael Fiziev. As always, a beautiful display of striking. Obviously, he's a taller guy. We saw some wrestling here tonight. Give me your thought on the fight. Biz qalib Rafael Fiziev ilə buradayıq. Baxmayaraq ki, onun rəkibi ondan hündürdür, amma həmişəki kimi Rafael Fiziev öz zərbəçiliyi ilə yenə də öz performansını göstərdi. Nə deyə bilərsiz rəqibimizlə bağlı? Ya Mevlana, ya sahib az-zaman, ya Ali, ya Ali, ya Ali. It's a very good fight. I cannot lose in my home. I cannot lose in front of these people, in front of these winners. We are humans, or we are winners. Azerbaijan is a winners. Yaşasın Azerbaycan. Mən Azərbaycandayım. Bugün burada olan bu qədər azərkeşin qarşısında mən uduza bilməzdim. Hər birinin qarşısında uduza bilməzdim. Yaşasın Azərbaycan. What does it mean for you to finally come here and fight in front of these people? Sənin üçün bu nə bir hissdir və nə mənası var burada? Azərbaycanda azərkeşlərin qabağında qələbə qazanmaq və mübarizəyə qatılmaq. Brother, Azerbaijan deserve be happy. These people, look, these people deserve be happy. Deserve smile and screaming from the be happy, you know. These people deserve that, and I'm happy to represent my homeland here. Azərbaycan və bu xalq daha da xoşbəxt yaşamağa və daha xoşbəxt olmağa qadir xalqdır. You're one of the best lightweights in the world. We have to ask, who do you want next? Və baxmayaraq ki, burada qalibsən, növbəti rəqibində kimi görmək istəyirsən? Bro, I don't know, man. You know, yesterday I see Elon Musk have a problem with his rocket. It's a bomb in the video, it explodes. I'm a rocket man. You can send me to the moon. Yo. Mən bilmirəm kim rəqib ola bilər, amma ki mən bir roket kimi bir insanım. Siz məni hətta aya yollaya bilərsiniz. Ladies and gentlemen, show your appreciation. Rafael Fiziev!